Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allah'ın salamı, rahmeti ve bereketi üstünüze olsun. Ey güzel Müslüman halk. Biz Müslümanlar Peygamberimize sallallahu aleyhi ve selleme ve onun pak ahli beytine salavat yolluyoruz, salavat diyoruz, salavat söylüyoruz. Ve hem de biz Müslümanlar o bir olan Allah'ımıza ve o bir olan Allah'ımızın beşeriyete yolladığı kulu ve elçisi olan Peygamberimiz, Hatem Peygamberimiz Muhammed sallallahu aleyhi ve selleme, onun pak ehli beytine, düşman olanlara, düşman kesilenlere lanet diyoruz, lanet söylüyoruz, lanet diliyoruz. Lanet nedir? Lanet üstündür, yoksa salavat. Müminlerin emiri İmam Ali aleyhisselama göre Allah'ın özü de lanet okuyor. Lanet demek Kur'an'ın ve dinin medeniyetidir. Yani Allah onlardan öz merhametini uzaklaştırsın manasındadır. Güzel Allah insanları bazen öz merhametinden uzaklaştırır. Bəli, Allah'ın, o güzel Allah'ın merhameti geniştir. Bu bizim usul dinimizde de Allah'ın düşmanlarından təbərrik mi tanınır. Ümumiyyətlə baxsaq görərik ki, İslam təbərri ilə başlayıb. Peyğəmbərimiz buyururdu, la ilahe deyin. Allah'tan başka bütün şeylerden uzaklaşın. La ilahe deyin. Bu teberridir. İllallah ise tevellidir. Bu demektir ki, yani eğer tevelli de olsa nicat tapacaksınız. Bu olur nicat yolu, bu olur kurtuluş yolu. Buradan başa düşürük ki, insan hiç de təsəvvür etməməlidir ki, bizde yalnız tevelli, yani illallah, yani müsbət taraf olmalıdır. Teberri, yani la ilahe olmamalıdır. Yok, bu hiç de belə değil. Olabilsin, teberri, tevelliden daha ahmiyetlidir. Bir kitap var, o kitabın adı Müstedrakul Vesail adlanır. Müstedrakul Vesail kitabının sahibi nəqledir ki, müminlerin emiri İmam Ali aleyhisselam tavafda idi. Yaxud tavaf eləyən bir şəxsi gördü. Bu şəxs tavaf halında Muhammed ve Ali Muhammed'e salavat zikir edirdi. Müminlerin emiri İmam Ali aleyhisselam ona salam verdi. Esselamun aleyküm. O şəxs salavatını kəsdi ve müminlerin emiri İmam Ali aleyhisselamın salamının cevabını verdi ve salavata devam etti. Müminlerin emiri İmam Ali aleyhisselam bir dövrə vurduktan sonra gördü ki, o şəxs Allah düşmanlarını lanetleyir. İmam Ali aleyhisselam ona salam vermedi. O şəxs tavafı bitirdikten sonra İmam Ali aleyhisselama yaxınlaşdı ve dedi, ey müminlerin emiri, birinci tavafta seni görəndə mənə salam verdin. Ancak ikinci tavafta ise mənə salam vermedin. Ali aleyhisselam buyurdu, çünkü birinci tavafta sen salavat ile məşğul idin ve mən de salam verdim. İkinci tavafta ise gördüm ki sen Allah düşmanlarına lanet okumakla məşğulsan. Lanetin savabı ise salavatın savabından çoktur. Ona göre de mən istemedim ki senin lanet etmeyini kəsəm. Hatta bir neçə saniye olsa belə sana salam vermedim ta ki lanet etmeyine devam edesen diye salam vermedim. Lanet demeye devam elə. Bak bu hadis hem de diğer bir kitapta da gelip.
O kitabın adı Müstəun Nureyn və Multaqal Bahreyn adlanır. Kim istəsə bu kitabın 208-ci səhifəsində bu hədisi oxuya bilər. Söylədiyimiz bu hədisdə açıq, aşkar şəkildə bizlərə çatdırılır. Çatdırılır ki, o bir olan Allahımıza düşmən olanlar, o bir olan Allahımızla düşmənçilik edənlərə, o bir olan Allahımızın yolladığı Peyğəmbər, Xatəm Peyğəmbər, Muhammed sallallahu aleyhi və səlləmə və onun pak əhl-i beytinə düşmən olanlara, onlarla düşmənçilik edənlərə lənət etmək lazımdır, lənət oxumaq lazımdır. Allahın düşmənlərinə və Allah Taala'nın yolladığı Peyğəmbərə və onun pak əhl-i beytinə düşmən olanlara, düşmənçilik edənlərə lənət oxumaq, salavat çevirməkdən daha çox savab qazandırır. Ona görə də Allahın lənəti olsun o Allahın düşmənlərinə, Allahla düşmənçilik edənlərə. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmunla düşmənçilik edənlərə və onun pak əhl-i beyti ilə düşmənçilik edənlərə, onun pak əhl-i beytinə düşmən olanlara Allahın lənəti olsun. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.